Həyatından nə gedir və nə gəlir? Gəl buna baxaq, hazırki enerjinə baxaq. Səndən uyğun gəldisə, demək ki, bu video sənə aiddir. Uyğun gəlmədisə, videonu çevirin və yaxud da ki, profilimi izləməyə davam edin. Mütləq ki, sənə aid video olacaq və nəzərinizə çatdırım ki, bu kollektiv açılımdır. Hər kəslə %100 uyğun olmaya bilər. %100 uyğun olmağı üçün profildəki nömrə ilə əlaqə saxlayın və ya direktə yazın. Okey, gəlin baxaq. Hazırki enerjinə baxaq. Birinci, hazırda hansı enerjidəsən? Kartlar tələsir. Kartlar tələsir. Nəsə demək istəyir? Hazırki enerjinə baxaq. Deyim ki, həyatından bu dəqiqə hazırki enerjin nədir? Elə bil ki, hansısa bir dostluğu və ya münasibətin, ilişkini qırmış bir nöqtədəsən bu dəqiqə. Çünki bax, bitiş enerjisindəsən. Sənə uyğun olmayan artıq belə bir şey olubdur da. Yəni, tutaq ki, münasibətdəsən, tutaq ki, dostluqdur, sevgidə, hər nədirsə, mən bunu istəmirəm artıq. Bu durum artıq mənim xoşuma gəlmir. Burada yenilik yoxdur və bu münasibəti tamamilə bitirmək lazımdır dediyim bir enerjidəsən. Bu işlə də əlaqədar ola bilər. Sevmədiyin bir işdə oturub fikirləşirsən ki, burada artım yoxdur, irəliləyiş yoxdur, bitirməliyəm. Yəni, bir etapı bitiş enerjisi gəlir burada sənə və yeni bir yola, uğurlu bir yola çıxış enerjisindəsən hazırda. Səninlə əlaqədardırsa, hazırki situasiya, gəl davam eləyək. İndi baxaq. Həyatından nə gedir və nə gəlir? Burada mələk kartlarından da doполнительный, belə deyim də, bir kartlar götürəcək. Həyatından gedən bir şeylə əlaqədar nə məsləhət görür, gələnlə əlaqədar nə məsləhət görür və sənin özünə ümumi məsləhəti nədir? Həyatından nə gedir? O gedir, yox, uca gedibdir. Mən deyim ki, belə deyim də, maddiyyatla əlaqədar sıxıntıların gedibdir və yaxud da ki, sənə enerji verməyən, belə deyim də, sənin bəyənmədiyin, sevmədiyin bir ilişkimi olsun, bir işmi olsun, necə ki, əvvəldə çıxmışdı. Sənin uyğun olmayan bir situasiya səndən gedir. Burada yeni yola çıxırsan. Burada məni maddiyyatla əlaqədar çox, belə deyim də, əsas bu dəqiqə fikrini maddiyyata yönəldən və stabilliyə yönəldən insanlar var. Həyatındakı qeyri-stabillik gedir. Stabil olmayan bir durumu həyatından kəsib atırsan və gedir. Burada, belə deyim, yenə deyirəm, maddiyyatla əlaqədar da ola bilər, sıxıntı, bitmiş bir ilişki və ya özün bitirdiyin bir ilişki ilə də əlaqədar ola bilər. Stabillik gedir. Mən sənə deyim ki, çünki sən nə istədiyini, kimi istədiyini bilirsən və o stabillik gəlir. Yəni, bu gedənin yanında gələn də var. Belə bir şey deyim, indi gələnə baxacam nə gəlir. Sən sıxıntılı bir ilişkini mi deyim, sıxıntılı bir durumu daha yaxşı gələcəyin üçün, daha stabil, əmin olacağın, komfortun olacağı bir durumla dəyişirsən. Yəni, belə bir situasiya çıxır burada. Gedən bir şeylə əlaqədar kartlar nə məsləhət görür? Kartlar deyir ki, tam da zamanıdır bunun getməyinin. Bu durumun artıq, belə deyim də, səni üzən, səni sıxan işdir, maddiyyatda, ilişkidə, hər nədirsə sonuna gəlmirsən. Hər şey, sən bəlkə də zamanında tələsmirsən, hər şey öz zamanında gözəldir və artıq çox gözəl bir zamanlamadır. Artıq nə istədiyini, bütün prioritetlərini qarşıya qoyub düşünməlidir. Yəni, arzu elədiyin nədirsə, artıq gecikdirmə, artıq hərəkətə geç. Hərəkətə keçməyin tam zamanlıdır. Ertələmə, sonraya saxlama. Arzuladığın nədirsə, ona uyğun qapıdan keçirsən artıq. Bu bir. Gedən çox gözəl getdi. Okey, nə gəlir həyatına? Səndən, belə deyim də, sıxıntı yaşadığın bir, belə deyim də, yoxluğuna sıxıntı çəkdiyin bir şey gəlir sənin həyatına. Bu nədirdir? Belə deyim də, məsələn, oturub fikirləşirsən ki, mənim maddi durumum niyə pisdir? Bu sıxıntı çəkirsən, deyir ki, narahat olma, o gəlir. Normal bir ilişki axtarırsan, deyirsən ki, normal bir insan olmayacaqmı həyatımda? Deyir, narahat olma, o gəlir. Nə bilim, normal bir, tutaq ki, bu məsələ həll olmağını istəyirəm, həll olacaqmı? O gəlir, okey. Və burada ilişki ilə əlaqədar bir şey də deyir. Belə deyim də, kəsib atdığın, yolunu bağladığın, ayrıldığın bir insandan da geri dönüş var. Belə peşmanlamış bir şəkildə geri dönüş var.
Artıq özün qərar ver də, yəni bu insanı elə belə rədd eləməmisən də yəqin ki, və qaydanda da nə etmək lazım olduğunu sən bilirsən. Rədd eləmək. Ədalətli bir şəkildə, ədalətsizlik yaşadığın bir durum artıq yerinə oturur. Haqq, ədalət bərqərar olacaq və sənin üçün çox xoş olacaq. Bu, hətta bəzilərinizin sənəd, məhkəmə məsələsindən əlaqədar da, əgər durumun varsa, onunla əlaqədar da ədalətli bir qərar olacaq və bu sənin üçün xoş olacaq. Mələklər nə deyir? O mələklər nə gözəl kart deyir. Toy, bayram, şənlik deyirsən həyatında. İstədiyin şeylər olacaq, yəni. Mələklər də deyir ki, həyatıva sevgi gəlir. Yəni bu dəqiqə oturub, belə deyim də, ciddi münasibət gözləntisində olan insanlar üçün də həmin insan gəlir həyatıva. Sevgi gəlir, xoşbəxt olacağın bir dövr gəlir. Sevgidən qəlbi qırılanlar üçün qəlblərinizi təmir edən bir insan gəlir həyatınıza. Bunu da deyir sənə, çox gözəl şeylər gəlir. Bunu risk alın, qəbul edin də, bəli, gecikməyin. Və məsləhəti. Mələk kartlarından məsləhəti, enerjin biraz düşük ola bilər. Biraz enerji çalışmaları et. Meditasiyalardır, dualardır. Yəni ən gözəl meditasiyalar, dualar olur. Mən sizə deyim, üzərinizdə ağırlıqlar, bağlılıqlar varsa, Fələq-Nas, İxlas surəsidir, Ayətül Kürsüdür, Bəqərədir. Bu surələr tez-tez dinləyin, özünüz tez-tez deyin özünüzə, suya oxuyun, için, suya oxuyun, qüsullanın. Yəni bu, belə deyim də, müsəlmanlarla əlaqədardır və bu dinə, digər dinlərlə əlaqədar olanlar meditasiyalar eləyin, enerji çalışmaları eləyin. Yəni meditasiyaları müsəlmanlar da elə bilər, hər cür dinə aiddir bu, fərq eləmir. Yəni belə deyim, inandığın hansı bir növ varsa, hansı bir yön varsa, o yöndə enerji təmizliyi etməyin tam zamanıdır. Gedənlərdən arınıb, gələnləri daha olğun şəkildə qəbul etmək və belə deyim də, həyatın ləzzətini almaq üçün. Belə bir şey çıxdı. Aldım, qəbul edilməyəz. Ətrafı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxlayın.